Deməli, salam olsun hamıya, bütün Mercedes sürənlərə. Deməli, V202 2.8 motor M104. Deməli, problem nədir? Peçi vuranda sol tərəf isti, sağ tərəf soyuq vurur. Yəni, bir tərəf isti, bir tərəf soyuq. Burada sökmüşəm. Biraz motorda da piri boyu var. Deməli, problemi mən bu peçin klapanında görürəm. İnşallah vaxtımızı aparmamaq üçün deməli, bunu söküb təmizləmək söhbəti var. Təmizləyən ərəfədə də göstərəcəm sizə. İnşallah söküm, təmizləyim. Ondan sonra baxarsınız.